Əgər arıqlamaq istəyirsənsə, arıqlamağa qərar vermisənsə və bu yolda heç bir bilgin yoxdursa, heç bir bilgiyə sahib deyilsənsə, ilk öncə nə etməlisən? İlk öncə səhərləri ilıq su ilə günə başlamalısan. Əgər hər hansı bir təzyiq problemin yoxdursa, bir dilim limon da ata bilərsən, təravətli olacaq. Daha sonra isə gözəl bir hardasa bədən tam oyanmasına yəni icazə ver. Bir 20 dəqiqə, yarım saat ərzində bir balaca hər hansı bir idman növü bilirsənsə onunla məşğul ol. Əgər bilmirsənsə səhifəmə yəni göz keçirib, o idman haqqındakı səhifəmə göz keçirib özün üçün bir proqramda dizə bilərsən. Daha sonra isə 2 yumurtanı qəşəng orta dərəcədə qaynat. Burada çox qaynanmış olmasın. Belə deyək də, ərik yumuşaqlığı kıvamında dediyimiz ən sağlıqlı yumurta bişirmə yöntəmidir. Yəni orta, ya bərk olmasın, ya çox sulu olmasın. Qəşəng 2 yumurtanı qaynadırsan, daha sonra isə qəşəng göyərti, yəni hazırlayırsan. Mövsümü, məsəl üçün hal-hazırda qış mövsümündəyik. Bura orta boyda kökdən istifadə edə bilərsən. Bir dilim pendir qoya bilərsən, 5 ədəd zeytun qoya bilərsən və də tam taxıllı buğda unlu qara çörəkdən istifadə edərək İstəyirsən ya çayla qəbul elə və yaxud da ki istəyirsənsə sadə bir balaca süd əlavə etmiş ola bilərsən. Yəni kofedən istifadə edə bilərsən. Özün üçün bir dənə səhər yeməyi belə hazırlayıb, günü gümrah, özünü dinc, huzurlu hiss edəcək bir yemək boşqabı, sağlıqlı bir yemək boşqabı hazırlayıb günə başlaya bilərsən. Əgər belə videoların davamını istəyirsənsə kanalıma abunə olmağı, like eləməyi, sevdiyinlə paylaşmağı unutma. Unutma ki, sənin dəstəyin mənim üçün çox önəmlidir. Əgər sən bu kanalı xoşlasan, daha da böyük, yəni bu yolda sənə köməklik eləyəcəm.